Regional Mədəniyyət İdarəsinin və İsmail rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Havalansın Şirvan Sazı adlı tədbirimizdə xoş gördük sizləri. Tədbirimizə başlamadan öncə torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Bugünkü tədbirimizdə Şirvan sazının səsinə, sorağına gələn qonaqlarımızın sırasında Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəhbəri Şəhriyar Soltan, İsmailli rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, Yeni Azərbaycan Partiyasının İsmailli rayon təşkilatının sədri Zaur Muradov və daha bir fəxri qonağımız Filologiya İlimlər Doktoru Doçent Professor Atəş Əhmədli və digər təşkilatı rəhbərləri də vardır ki, hər birinizi bu ozan ocağında xoş gördük. Bugün biz burada əsrlərin yaddaşından süzülüb gələn bir xəzinənin, aşıq sənətinin sehirli dünyasına yığışmışıq. Məlumdur ki, aşıq sənəti ən qədim milli musiqi sənətimizdir. Aşıq sənəti təkcə bir musiqi deyil, o sözün paçlığı, sazın ahəngi, könlün pıçıltısıdır. Aşıqlarımız el-obanın nəfəsi, yaddaşın qoruyucusu, sazın dili ilə danışan hikmət məktəbidir. Şirvan elinin sazı isə hər zaman xüsusi bir ruh, xüsusi bir avaz daşıyır. Milli musiqi sənətimizin qorunması, təbliği sayəsində dövlətin həyata keçirdiyi işlər olduqca çoxdur. Ulu Öndər Heydər Əliyev Azərbaycan aşıq irsinin hər zaman yüksək dəyərləndirərək deyirdi: aşıq sənəti bizim ruhumuzdur, tariximizdir, mənəviyyatımızdır. Bu sözlər təkcə bir fikir deyil, bir millətin öz kimliyinə verdiyi ən böyük qiymətdir. Aşıq sənətinə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Cənab Prezidentimizin və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni iş siyahısına daxil edilmişdir. 2024-cü ildə sentyabrın 30-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etməsi ölkə başçısının aşıq sənətinə, mədəniyyətimizə, eləcə də görkəmli şəxsiyyətlərimizə verilən yüksək dəyərinin bariz nümunəsidir. Hörmətli tədbir iştirakçıları, bugünkü aşıq məclisimizə daha bir fəxri qonağımız da vardır ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mifologiya şöbəsinin müdürü, Filologiya Elmlər Doktoru Professor Rızasoy təşrif buyurmuşdur. Aşıq sənətinin sehrindən danışmaq üçün sözü ilk olaraq Seyfəddin müəllimə verəcəyik. Buyurun Seyfəddin müəllim.
Hər vaxtınız xeyir olsun, hörmətli tədbir iştirakçıları. Axşamınız xeyir. Elvan müəllim, aşıq sənəti elə bir unikal mədəniyyət hadisəsidir ki, onun haqqında Elvan müəllimin xahiş elədiyi kimi böyük sənətkarımızın 10 dəqiqə ərzində danışmaq mümkün deyildir. Amma çalışıb mən öz fikirlərimi bir 10 dəqiqə çərçivəsindən sıvışdırıb. Azərbaycan aşıq sənəti milli mədəniyyət sistemimizin, milli kimlik tariximizin, milli yaddaş sistemimizin unikal, mühüm və ən vacib hadisəsidir. Bugün Azərbaycan musiqi və sənət çoxluğu çərçivəsində aşığın yeri zəif, sönük görünür. Amma Azərbaycan aşığı, Azərbaycan milli kimliyinin formalaşmasında, Azərbaycan tarixinin formalaşmasında, Azərbaycan milli yaddaşının formalaşmasında, bizi var edən, bizi ayaq üstə saxlayan dəyərlərin formalaşmasında son dərəcə mühüm rol oynayır. Bu mənada xüsusilə burada oturan gənc nəslə aşıq sənətini, aşığın kimliyini, aşığın varlığını bizim keçmişimiz baxımından, bizim milli dövlətçilik tariximiz baxımından tanıtmağa ehtiyac yaranır. Aşıq sənətinin tarixi son dərəcə qədimdir. Şaman mədəniyyətindən, bizim keçmişimizdən başlanır və bu günə kimi gəlir. Aşıq bizim folklor sistemimizin, şifahi yaddaşımızın onurğa sütunudur. Ravilər rəvayət danışırlar, nəqqallar nağıl danışırlar, qissəxanlar qissa danışırlar. Amma bütün bizim şifahi xalq yaradıcılığının, bizim milli mənəvi dəyərlər sistemimizin, bütün milli düşüncəmizin, bütün yaratdığımız zəngin dastanların, nağılların, rəvayətlərin hamısının daşıyıcısı aşıqdır. Bu mənada Azərbaycan aşığı olmadan Azərbaycan mədəniyyətini təsəvvür etmək mümkün deyildir. Azərbaycan aşılığının arealı çox genişdir. O təkcə Şirvanı yox, Şimali Azərbaycanı yox, Cənubi Azərbaycanı da, ümumiyyətlə bütün Türk dünyasını əhatə edən unikal mədəniyyət hadisəsidir. Amma aşığın əsas rolu bizim milli kimlik tariximizdə milli dövlətçiliyin quruculuğunda oynadığı roldur. Yadda saxlayaq ki, 86 milyon kvadrat kilometrlik bizim nəhəng imperiyamızın qurulmasında aşıqların son dərəcə unikal rolu olub. Milli dövlətçiliyi qurmaq üçün millətə onun öz dilində, onun ruhunu oyadacaq kodlarla, şifrələrlə müraciət etmək lazımdır. Bu mənada, bax, bizim milli dövlət quruculuğunda aşığının son dərəcə böyük rol olmuşdur. Bu günləri aşıqlarımız öz şeirlərində şəriətdən, təriqətdən, mərifətdən, həqiqətdən danışırlar. Hətta onlardan soruşsun, o mərifət nədir, həqiqət nədir, təriqət nədir, heç bir bilməyəcək. Ancaq o bizim nəhəng təsəvvür tariximizdən bizə gəlib çatmışdır. Aşıqlar indiki kimi məclislərdə olmayıblar. Aşıqlar keçmişdə indiki kimi toylar və məclislər aparmayıblar. Aşıqlar ocaqlarda olublar, təkkələrdə olublar, zaviyələrdə olublar. İnsanla, cəmiyyətlə, Allah arasında, yarancı arasındakı o münasibətlərin, o ilahi kommunikasiyanı həyata keçirən sənətkarlar olurlar. Onlar sonra məclislərə gedirlər. Aşıqlar bizi əsrlər boyunca bizi ayaqda saxlayıblar, bizim milli kimlik dəyərlərimizi, milli yaddaş dəyərlərimizi itməyə qoymayıblar. Bu mənada Azərbaycan aşıq sənəti coğrafiyası baxımından, etnokultur özəllikləri baxımından son dərəcə nəhəngdir, son dərəcə genişdir. Bu nəhəngliyin içərisində, bu okeanın içərisində Şirvan aşıq sənətinin xüsusi yeri vardır. Şirvan aşıq sənəti, buradan mən İsmail'də olduğuna görə demirəm, bütün məsuliyyətimlə deyirəm ki, Şirvan aşıq sənəti ümumən Cənubi Şimallı aşıq sənəti coğrafiyasında son dərəcə unikal hadisədir. Məsələn, Göyçə aşıq sənətinin əgərləri, sənət kodlarına diqqət yetirsək, biz görürük ki, Göyçə aşıq sənəti bir tərəflidir, yalnız aşıqdır, sazdır. Yaxud digər aşıq müzikləri də bu cürdür. Amma Şirvan aşıq sənətinin unikallığı, Şirvan artıq sənətinin qeyri-adi ondadır ki, o Azərbaycan mədəniyyətinin bütün laylarını özündə birləşdirə bildi. Muğamı da, musiqi də, ritmi də, şeiri də, klasik poeziyanda, klasik ədəbiyyatı da, dövlətçilik tarixində aşıq sənəti özünə konsentrasiya edərək əslində sözün həqiqi mənasında bütün məsuliyyətimlə, bütün cəsarətimlə deyirəm ki, Azərbaycan aşıq sənətinin fövqünə qalxa bildi. Bugün Şirvan aşıq sənəti zirvədə deyil. Bunu gərək biz etiraf edək. Ona görə də bugün Şirvan aşıq sənətini yaşadanlar, aşıq Elvan kimi yaşadanlar,
və digərləri hamısı, bunları mən aziz sənətkarlar hesab etmirəm. Bunları mən eyni zamanda fədalilər hesab edirəm. Çünki bunlar bizim milli qardaşımızı yaşadırlar, milli kimliyimizi yaşadırlar, qədimdən gələn bizim varlığımızı, bizim ayaqsa saxlayan, minillərin içərisindən keçirdən, əsrlərin içərisindən keçirdən, millət olaraq ölməyə qoymayan, dil kimliyi baxımından ölməyə qoymayan, yaddaş kimliyi baxımından ölməyə qoymayan, dövlətçilik düşüncəsi baxımından ölməyə qoymayan kodları, bax bu Aşıq Elvan Tanrıstanlı kimi sənətkarlarımız öz yaddaşını yaşayırdılar və bu günə gətirib çağırırlar. Bu gün biz aşıqlara sadəcə baxırıq, onlar bir yarım saatlığına, 10 dəqiqəliyə, 15 dəqiqəliyə məclislərə gəlirlər, çalırlar, oxuyurlar, bir 5 manat alıb aparırlar, balalarına xərcləyirlər və buna görə də aşıqlara biz adi bir sənət kimi baxırıq. Yox, aşıqlara adi sənət kimi baxmaq lazım deyil. Çünki aşıqlar kimlər olurlar? Aşıqlar dövləti, xalqı, milləti öz sözünün ətrafında yığıb, konsentrasiya edib, akkumulyasiya edib, müəyyən ideyalar uğrunda yönəldə bilən insanlar olurlar. Bu mənada aşıqları adi insanlar hesab etmək olmaz, aşıq sənətində ölməyə qoymaq olmaz. Bu mənada bizim Azərbaycan aşıqlarını, Aşıq Ağamurad kimi, Aşıq Elvan kimi və digər aşıqlarımızı mən fəaliyyətin son dərəcə yüksək qiymətləndirirəm və belə hesab edirəm ki, aşıqlarımızı qorumaq lazımdır. Necə ki, muğam sənəti Azərbaycanın dövlətin qayğısı ilə nə qədər yüksək səviyyəyə çatdı və biz muğam dünyanı fəth elədik, indinin də özündə bax, aşığa da bu cür yanaşmaq lazımdır, aşığı da bu cür qorumaq lazımdır, çünki aşıq yaddaş hadisəsidir. Aşıq vaxtı ilə qan bağlayıb, aşıq vaxtı ilə küsürlər bağışlayıb, aşıq vaxtı ilə ellər bir-birinə bağlayıb. Çünki niyə görə? Çünki aşıqlar haqq aşığı deyilən bir anlayış var. Burada savadlı adamlar var, təsəvvüfün, irfanın tarixini bilənlər var. Onlar bilirlər ki, haqq aşığı deyilən varlıq kimdir? Yəni haqq aşığı ilahidən vergi almış, ilahidən buta almış və möcəli, necə deyək ki, vergili insanlardır. Bu mənada aşıqlara elitində bir axsaqqal kimi yanaşırlar. Amma indiki aşıqlarımız artıq bu funksiyasını yavaş-yavaş bitirmək üzrədir. Amma biz milli kimliyimizi saxlamaq istəyirsə, milli varlığımızı saxlamaq istəyirsə, bu qloballaşan dünyada sürətlə mədəni dəyərlərin degradasiyaya uğradığı, yəni sosiallığı dünyada özümüz bir Azərbaycanlı kimi saxlamaq istəyirsə, onda bunun yolu eyni zamanda aşıq sənətinin qorunmasından, aşıqlarımızın qorunmasından, aşıqlarımıza qayğı göstərilməsindən keçir. Mən bu tədbir təşkil edilənlərin hamısına öz minnətdarlığımı bildirirəm və sizin hamınızı necə deyək ki, sağollaşıram, sizin hamınıza minnətdarlığımı bildirirəm. Sağ olun. Çox sağ olun Seyfəddin müəllim, dəyərli fikirlərinizi bizimlə bölüşdürdüyünüz üçün. Aşıq eşqin adamıdır. Eşq isə təkcə sevda deyil. Söz qəlbə toxunanda aşıq aşıq olur. İlk olaraq istərdim ki, Aşıqlar Ansamblının solistlərini sizlərə təqdim edim. Sazda ifa edir Əbülfəz Pənciyev. Nağarada mərhum ustad Aşıq Yanvar yadigarı Zərrəf Bədəlov. Qoşa nağarada Amil Talıbov. Qarmonda Səbuhi Nəzərov. Balabanda Elbrus Məhərrəmov. Və əlbəttə ki, bütün səsləndirmənin yükünü öz çiyində daşıyan səs rejissorumuz Oktay Talıbov. Şair qardaş, elə yaz ki, söhbətinə, sözünə, sənətkarın sözündəki dil bərəkallah desin. Xalq ucaldar sənətkarı, xalq üçün yanmaq gərək. Elə yan ki, atəşinə kül bərəkallah desin. İndi isə səhnəyə sazın sirrini, sözün hikmətini özündə yaşadan əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlı dəvət edilir. Buyurun usta, meydan sizindir. Aşığı Balabanda müşayiət edir Şirvan Fətəliyev.
salam olsun ellərə, sevdalı könüllərə, İsmailli deyən dillərə, gəl qatar bal günləri. İsmailli'da növbəti sazlı sözlü aşırların konsert günlərdir. Mənim əzizlərim, çox hörmətli sənət xırdaları, söz sərrafları, mən ilk öncə bura tək yox, bizim Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəhbəri hörmətli Şəhriyar müəllimdən, regional idarənin baş məsləhətçisi, mədəniyyətimizin, incəsənətimizin fəxri olan, cəfakeşi olan, mədəniyyətimizin ağsaqqalı Rəfail Tağzadə, Aşağı Murad Şirvanlı, bizi konsert boyu müşayiət edən, Balavanda müşayiət edən, sənətkar ocağında dünyaya göz açan Şirvan Fətəliyev və Aşıqdar Qocayevlə bahar gəlmişəm. Salamlayıram sizləri. Salam əziz kəlmədir. Salam təmiz kəlmədir. Salam insan dilinə Allahdan, Peyğəmbərdən gəlmədir. Və aparıcımız xanım çox gözəl dedi. Allah rəhmət eləsin. O divanı Zəlibxan Yaqubun idi. Deyirdi ki, şair qardaş, elə yaz ki söhbətinə, sözünə, sənətkarın sazındakı tel bərəkallah desin. Xalq uzarlar sənətkarı, xalq üçün yanlar gerək. Elə yan ki ateşinə, kül bərəkallah desin. Mən şairəm deyən kəsin ürəyi közdən gələk. Ağır olsun, inciməsin hər quru sözdən gələk. Qiymətini el içində salmasın gözdən gələk. Yeriyəndə arxasınca el bərəkallah desin. Dərya olsan havalanma, de damladan azam mən. Gəl özümdən dən vurma ki, yayam, quşam, yazam mən. Tel olmamış söyləmə ki, bir sədəqli sazam mən. Bu gedişə dodaq gülsün, dil bərəkallah desin. Bizim bərəkallah dediyimiz, bugünkü Şirvan Aşıq mühütünün, Şirvan Aşıq məhkəminin şah cərgəsində duran, İsmailli Mədəniyyət Mərkəzinin Aşıqlar Ansamblının rəhbəri, həmkarımız, dostumuz, sinəsində neçə dastanları qeyd edən, Azərbaycan televiziyasının Qızıl Fondunda onlarla dastanları əzbər edən, tarixləşdirən, bugünkü verilişin yaradıcısı, bugünkü ansamblın, yəni bu ərsiyyə getməsində misilsiz xidmətləri olan ustad sənətkarımız, dostumuz Aşıq Elman Tağıstanlını salamlayıram. Bizim değerli folklorşünas alimlərimiz var. Ümumiyyətlə bu qədər işlərin başında duran dövlətimiz, dövlətçiliyimizdir. Ölkə rəhbərini salamlayırıq ki, bugün Şirvan sazı, Azərbaycan sazı Avropa səhnələrindən səsi gəlir. Beynəlxalq təşkilat olan UNESCO-nun qeyri-maddi mədəni irs siyasına aşıq sənətinin qəbul olunması bu bizim üçün fəxrdir. Eşq olsun sizlərə. Mən yəni burada ifaçılarımız çoxdur, sizə çox başarısı verməyəcəm. Sənət xırdarlarıdır, qızılın qiymətinə siz zərgərlər, sözün də qiymətin qanandan soruş, vətən həsrətini, el həsrətini qərib ülbət yerlə olandan soruş. Bəli, həmişə Allah böyük sürətlərə rəhmət eləsin. Bu səhnədə Aşıq Şamil Piriyevin, Aşıq Yanvarın nərəsi gəlir. Bu səhnədə çıxış eləmək həm şərəfdir, həm məsuliyyətdir. Var olun. Şirvan Aşıq Məktəbinin ənənəsi üzrə bizim ustadlar Qərb bölgəsindən fərqli olaraq məclisləri həmişə peşoğlarla açırlar. Peşrevlə, yəni lüğəti mənası öndə gedən deməkdir. Mən də sizin qulluğunuzda bu gözəl ansambl heyətinin müşayiəti ilə dəyərli sənətkarımız Şirvan qardaşımızın müşayiəti ilə Çoban Yaylağı peşir olsun. İfa edəcəm, sağ olun, sizlərə can sağlıq. Ne ağlarsan, ne sızlarsan, ne ağlarsan, ne sızlarsan, bir derdini şolan çözdün, bir derdini şolan çözdün.
yoktur. Aşılan evradır ifası. Hemen ifası. Sağ olun, sağ olun. Gözəl yaradıbdı yaradan səni. Gözüm gəlməyəsən gözəl sahibəm. Oxu avaz ilə, oxu nəğməni, bağlısan şeirə, sözə sahibəm. Bağlısan ürəkdən ana torpağa, səni dinləməkdən qəlb dönür dağa. Çıxa bahar çağı, bağçaya, bağa, tər-təzə gülləri üzə sahibə. Gözəldir bürünmək ala qumaşa, şirin arzuların dəyməsin daşa. Sənə aşıq Cavid deyir 100 yaşa. Hər zaman səhnəni bəzə sahibə. O ömrünü sözə, sənətə, millətə həsr edir. O qəlbi sazla döynən, sözü aşıq nəfəsi kimi səslənən sənət fədaisidir. Onun hər bir çıxışı təkcə ifa deyil, bir məktəb, bir örnəkdir. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, tərəqqi medallı, incə ruhlu sənətkar Sahibə xanım Abdullayevanı səhnəyə dəvət edirik. Buyurun, alqışlar sizin. Dağlarda dağ ətri var, bağlarda bağ ətri var. Mən ölsəm, sinəmi ümid, sinəmdə yağ ətri var. Şəhər, şəhər, şəhər,
şıklanlar, endi bildir, niye böyle vurmuşlar? Er igidlər can qoydular yolunda. Yenilməz ordumuz sağı solunda. Adın əzbər Şahniyarın dilində. Adının başına dönüm dolanım. Ana, elim günüm Azərbaycanım. Sənəti ilə Aşıq Məktəbinin layiqli davamçısı olan Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin şöbə müdürü, ustad sənətkar Aşıq Şahniyar Əliyevi səhnəyə dəvət edirik. Akşamınız hayır olsun. Her birinizi bugünkü günde hoş gördük. Ben bugün Azerbaycan Aşıqlar Birliği'nin sədri profesör, hörmətli profesörümüz Məhrəm Qasımlı adından, öz adımdan hər birinizə salamlayıram. Burada çıxış edən yoldaşların hər biri aşıq sənəti haqqında çox ürək dolusu danışdılar. Eləcə də var. Bəli, bugün Azərbaycan Aşıqlar Birliği olaraq bir neçə kitabların çapında, o cümlədən Azərbaycan Aşıq Dastanları 3 cilddən ibarət olan kitabı dastan şəklində çap elətdirmişik. O cümlədən Aşıq Elman Taristanını və digər Şirvan aşıqlarının orada çıxışları yer alıb. Eyni zamanda bugünkü gündə çox can atırıq ki, biz yeni nəsilləri, cavan nəsilləri aşıq sənətinə dəvət edək və bizim aşıq sənəti kölgədə qalmasın. Çox vaxtınızı almaq istəmirəm. Bir daha musiqimizdə söz verək. Bugünkü gündə bax bu tədbiri təşkil edənlərin hər birinə mən minnətdaram. Aşıqlar Birliyi adından sağ ol deyirəm. Çox sağ olsunlar ki, bax belə bir həmişə layiqli bax belə bir tədbirlərin görməsini mən arzulayıram. Sağ olun. Kendime söyledim çıksında, kaymakta da gelin var bir açtı. Bir kendime söyledim çıksında, ey gelen yâre, ey beyler bir var.
Məclis doymur şən səsindən, sazın, sözün həvəsindən, Aşıq Cavid nəğməsindən ilham aldım telli sazın. İndi isə sazın sədası ilə könüllərimizi alovlandıran o əsl sənətkar, çox sevilən Ustad Aşıq Cavid Əmraslanovu səhnəmizə dəvət edirik. Aşığı müşahidə edir balabanda Elbrus Məhərrəmov. Babanın 90 yaşı var. Allah ömür versin.
Səsi bir saz havası kimi. Bəzən çılğın, bəzən kövrək. Bəzən də insanın ruhunu ovudan bir pıçıltı. Aşıq olmayın, amma aşıq havasının dilini bilir. Onunla danışır, onunla oxuyur. Çıxış edir İsmayılı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Aşıqlar Ansamblının üzvü Qalib Güləliyev. Buyurun, söz də, meydan da sizindir.
Yaşma sata bilmərəm İndi isə səhnəyə öz yaradıcılıq tarixində nəinki Azərbaycanda, hətta xarici dövlətlərdə beynəlxalq folklor festivalında Azərbaycanı layiqincə təmsil edən, 2021-ci ildə isə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində keçirilən Xarı Bülbül Musiqi Festivalında uğurla çıxış edən Lahıc xalq folklorunu dəvət edirik.
burada Lahıç Halk Folklor grubu olarak iştirak edirik ve bizi bu ne deriz, sözlü sazlı meclise davet ettiğine göre hürmetli aşığımız Aşıq Elman Talistanlı'ya öz teşekkürümüzü bildiririk ve ben belli baştan yani bizim bu tədbirlərdə bizi dəstəkləyən Dalğıq Şirvan Regional Mədən İdarəsinə təşəkkürümüzü və xüsusən bu gün hal-hazırda Heydər Əliyev İsmail rayon Mədən Mərkəzinin rəhbərliyinə təşəkkürümüzü bildiririk və mən yeri gəlmişəm elə sizə bir açıqlama vereyim. Bizim bu oxuduğumuz mahnı ki var, bu elə qədim Lahıc el havasıdır. Sadəcə olaraq mən bir balaca o sözlərə bir dəyişiklik eləmişəm və sözlərin mənası bundan ibarətdir. Mən deyir ki, mamız gəlin dırıs minum çücüyü, tava çəkir qarqın bəstiyi söyü. Axudam ar rozi birom, mandoyim ruzi mən əlvardə bidər üdoy. Bunun tərcüməsi belədir ki, mən misgərəm, düzəldərəm nə desəm, tava çəkir qazan həm də aşsıdan. Allahımdan razı qaldım. Mən daim ruzimi də ona aldım. Mən daim. Hər birinizə təşəkkür ederim. Üşütməyir səni boran, qar, ayaz. Gəlişinlə gözəlləşir fəsli yaz. Ətrin cənnət, boynun bükük, ömrün az. Mən aşığam, məhəbbətim bu işə. Ay bəxtikəm, ömrü gödək bənövşəm. Xalq aşıq sənətinin sədaqətli davamçısı Aşıq Nuran İbrahimovun ifasında sazın ürəyinizə səslənişini dinləməyə hazır olun. Buyurun, ustad, meydan sizindir. Salamlayırıq hər birinizi. Hər birinizə Allahın ən gözəl neyməti olan can sağlığı arzulayırım. Çünki şair yazır ki, yaxşı adamların olaram qolu, yolunda kəsməyə qurban istəyərəm. Ne edirəm, dövləti qızılı pulu, Xudadan təhvizə sarcan istəyərəm. Hər birinizə gözəl günlər, can sağlığı arzulayırım. Gözəllərin xoşlu nazır, şəkərin güllüyər. Gözəllərin xoşlu nazır, şəkərin güllüyər. Şakir Məhmədi sadır, aşıq zamanı sadır, aşıq əhlimanı sadır, aşıq aramları sadır. Sabahın üzüm balı, koy çayın üzerinde.
Şivanlıyam Yüreğe sıcaklıyam Kim anam çürgülenliyam Ehlim anam Şivanlıyam Elin gör Şivanlıyam Elin gör Şivanlıyam Elin gör Şivanlıyam Ehlim anam Şivanlıyam Kim anam çürgülenliyam Elin gör Şivanlıyam Bayan dedim ki Yaxşı adamların olarım Ulu yolunda şəxsinə qurban istərəm Ne edirəm dövləti qızılı pulu Ne edirəm dövləti qızılı pulu Xudadan pəhvizə Sazdan istərəm aman aydadır Çok sağ olun. Sönmüş ocaqlara od vurun yansın. O ruhlar, o səslər təzdən oyansın. Sinəmizdə vətən dağı qalmasın. Uçmuş divarını hörüm gəlməyim. Gedim o torpaqda, ölüm gəlməyim. İndi isə öz misralarındakı vətən həsrətinə son qoyulan ustad aşığımızı İxtiyar Qocayevi səhnəyə dəvət edirik. Buyurun. Axşamınız xeyir olsun, əziz İsmaillər, çox hörmətli qonaqlar, çox hörmətli şəhərlər müəllim, Rəfan müəllim. Bugün həqiqətən də İsmaillərdə əsl bayram ab-havasıdır. Mən indi sizə gözəl bir klasik ruhani saz havası təqdim edəcəm. Ona görə ki, bizi Göyçədən, Borçalıdan, Qərbətdən, Cənubi Azərbaycandan olan ustadlarımızın bugün ruhlarını biz bu sazla bu zala gətirmişik. Mən bu tədbirin təşkilatçılarına əsasən həmkarım Aşıq Elman tarixlərini özlərim minnətdarlığımı bildirirəm. Və Ustad Aşıq Yanvarın da bu səhnədə ayaq səsləri çox olub, cingitləri çox olub. Qoy bugün ustadın da ruhu şad olsun və sizlərin şərəfində bir ruhani havası gəlsin. Ağır eller havasıdır bu hava. Döyüş vakti davasıdır bu hava. Yaylaqların havasıdır bu hava.
Harayımı bu dağlara sal görüm. Aşk derdim alım. Bir ruhani sal görüm. Çobanın bayaqlı oxunur. Of, qəlbə dəyir, ürəklərə toxunur. Gül səhdən xalları toxunur, elə bir ki, süzüləcək bal görüm. Aşk dərdin alım, bir hanı çal görüm. Öz gelir, Kerem'in sinesinde köz gelir, Kur'an'da ustad verir söz yeri, unut derdi, bugün bu həsrətdə qal görüm, aşk derdin alın, bir mahanı çal görüm. Bu havanı çok aşklar çalıbdır, ustadlardan öz dersini alıbdır, beden gedib görünən ruh balıqdır, zil pərdəndə bu ikicə xal görüm. Aşk derdim alım, bir ruhanı çal görüm. Ay ihtiyar sen de yara zülmeti koyma kalsın sabahları var görüyor. Derdin alın gülhanı çalın. Mən bir dağ çayıyam, dağ bulağıyam. Mənim çoxalmağım, azalmağım var. Gəlir bu bağların təbiyyətindən coşub daşmağım var, sozalmağım var. Çıxış edir İsmail rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Aşıqlar Ansamblının üzvü mərhum Ustad Aşıq Şamil yadigarı gənc xanəndə Şanel Mustafayev.
Həvəsi alov saçıb, nəfəsi gül qoxuyan. Bülbüldür yoxsa insan, belə qaynar oxuyan. Bu nə gözəl nəğmədir, bu nə şirin avazdır. Oxumaq istəyirik, hayır, vaxtımız azdır. Nə qədər vaxtımız az olsa da səhnəmizə Ustadı Aşıq Yanvar Məktəbinin çırağını bu gündə yandıran bir sənət fədaisi. El sənətini uca tutan, sazın səsinə könül verən, aşıq sənətinin qüruru, İsmayılı rayon Aşıqlar Ansamblının rəhbəri Aşıq Elman Talstanlı bu meydanda söz deməyə gəlir. Öz qızıldan qiymətli vaxtınızı sərf edib, gözəl məclisə gəldiyinizə görə qonaqlarımıza istər Bakıdan gəlmiş Seyfəddin müəllimə, Atəş müəllimə, Hocamlıdan İsmayılı rayon İcra Hakimiyyətinin müavini Nəsimi müəllimə, bizim gözəl Şəhriyar müəllimə çox dərin təşəkkürümü bildirirəm. Var olun, nə yaxşı varsınız, aşıq elsiz olmasın, sanat elsiz olmasın. Hərə öz qəlbində bir alət, bir çalğı istər. Mən alət görmürəm sazdan yuxarı. Fəsillər içində inanmıram ki, bir fəsil dayansın yazdan yuxarı. Qumu yoğursan da buna qatılmaz.
Aparsam Məkkiyə sınan yapılmaz. Sevənlər gözündə zirvə tapılmaz. İşvədən yuxarı, nazdan yuxarı. Sevənlər bilir da. İşvə, naz ən gözəl bir zərbədir. Qaragöz ceyranı çöldür tanıdan. Yaşılbaş sonanı göldür tanıdan. Ağa Murat müəllim, nə olar insan eldə tanıdan? Çörəkdən yuxarı, bizdən yuxarı. Kərəməm, haqq yola gəlin insanlar. Ürəkdən sevinin gülün insanlar, küllü kainatdan bilin insanlar. Bir Allah dayanır sözdən yuxarı, bir Allah dayanır sözdən yuxarı. Bugün söz saz məclisidir. Aşıq sənəti Azərbaycan xalqının mədəni həyatında görkəmli yer tutan bir sənətdir. Nəzim ənənəvi həyatı qüvvəyə malik olan bu sənət indiki zamanda da estetik tərbiyə vasitəsidir. Təsavvür deyil ki, aşıqlara şifahi xalq ədəbiyyatının təbliğatçıları deyilər. Çinədəftər aşıqlar uzun illərdən bəri xalq dastanlarını, xalq mahnılarını yaratmış, yaşatmış, indi də yaşadırlar. Öz xalqına qaynayıb qarışan aşıq həmin xalqın axsaqqalına çevrilir. Onun dediği müdrik sözlər indi üçün düzgün göstərən bir güzgü, gələcək üçün isə tarif olur. Bax, aşıq sənəti budur. Seyfəlli müəllim dedi, bayaq aşıq dastan danışar, aşıq nağıl danışar, aşıq rəvayət danışar. Mən də bu yaxın zamanlardan bir balaca əhvalat söhbət eləmək istəyirəm, vaxtınızı çox almayacaq. Yevlaxda bizim bir hərbiçi şair dostumuz var. Azərbaycan Yazıçılar İttifaqının üzvü, Vətən müharibəsində iştirak edən Natiq Əlisoy. Natiq Əlisoy ilə bizim bu Sahibə xanımın çox yaxın, şirin, ailəvi bir dostluğu var. Bir gün Sahibə xanım Natiq Əlisoy İsmailiyyə dəvət edib. Sahibə xanımdan mən uzaq səfərlərdə həmişə olanda o Azərbaycanı, İsmailiyyanın lahıcı tərifləyərdi. Natiq müəllim Sahibə xanımın qonağı olur. Sahibə xanım götürüb İsmailini gəzdirəndən sonra götürüb aparır Dadaş müəllim lahıca. Lahıcın gözəlliyi, qədimliyi Natiq Əlisoyun o qədər xoşuna gəlir ki, geri qayıdandan sonra götürüb Sahibə xanıma belə bir rəlifdə şeir yazır. Biz deyə incə sazla, incə sözlə. Nə yaxşı ki, qismət oldu. Yara bildim dağlarını. İsmail'in dağlarını. İsmail'in dağlarını. Thank you.
Sağ olun, çok sağ olun. Mənim ürəyim İsmaili mədəniyyətindən döyünür. İsmaili mədəniyyətində də bir aşıqlar ansamblı yaratmışıq. Buyursunlar İsmaili aşıqlar ansamblı buyuraq.
Məclisin bu məqamında sözü yenidən Aşıqlar Birliyinin İdarə Heyətinin şöbə müdürü Şahniyar Əliyevə veririk. Buyurun Şahniyar müəllim. Bir daha akşamınız xeyir olsun. Deməli, bugünkü gündə Azərbaycan Aşıqlar Birliyi olaraq yenə bu tədbirə əl-boş gəlməmişik. O cümlədən mən adını çəkdiyim aşıqlarımız səhnəyə buyursunlar. Deməli, birinci növbədə Aşıq Cavid səhnəyə buyursun. Azərbaycan Aşıqlar Birliyinin fəxri diplomu ilə Çağdaş Azərbaycan aşıq sənətindəki dəyərli fəaliyyətinə görə və 85 illik yubileyinə görə təltif olunursunuz. Növbəti fəxri diplom Sahibə xanımındır. Buyursun Sahibə xanım. Çağdaş Azərbaycan aşıq və xanəndə sənətindəki dəyərli fəaliyyətinə görə Azərbaycan Aşıqlar Birliyinin fəxri diplomuna layiq görülmüşsünüz Sahibə xanım. Buyursun. Növbəti diplomumuz Elman Talistanlı, buyursun. Təbrik edirəm. Çağdaş Azərbaycan aşıq sənətindəki dəyərli fəaliyyətinə görə təltif olunur. Təbrik edirəm. Çok sağ olun, her birinize minnettarım. Bir daha akşamınız xeyrə olsun. Çox sağ olun, minnətdarım. Biz də öz növbəmizdə Aşıqlar Birliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk. Aşıq sənəti o qədər dərin bir sənətdir ki, nə qədər desək də, çalsaq da, oxusaq da, aşıq dastandır, qoşmadır, təcnisdir, gəraylıdır. Amma aşıq sənətini dərindən bilənlərimiz də var. İndi isə sözü Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Şəhriyar müəllimə veririk. Buyurun Şəhriyar müəllim. Hörmətli Nəsim müəllim, hörmətli tədbir iştirakçıları, hamınızı xoş gördük. Bugün sizinlə bərabər tədbirdə iştirak eləmək çox xoşdur. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi kollektiv adından hər birinizə bu tədbirdə iştirakınıza görə təşəkkürümü bildirirəm. İsmayıllı rayonu Azərbaycan elminə, Azərbaycan mədəniyyətinə böyük şəxsiyyətlər, böyük insanlar bəxş eləmiş bir torpaq. Bugün ölkə rəhbərliyinin diqqət və qayğısı, rayon rəhbəri hörmətli icra başçımız Nahid müəllimin rəhbərliyi ilə rayonumuz günü-gündən inkişaf edir. Bugün rayon iqtisadiyyatının inkişafını, rayonun turizm potensialının inkişafı ilə bağlı görülən işləri görəndə hər birimizə çox xoşdur. Dünyanın aparıcı televiziya kanallarında İsmayıllı rayonunun təbliğ olunması, onun barədə video çəklərin getməsi
hər birimizdə iftixar hissi, qürur yaradır. Biz Nahid müəllimə bu gördüyü gözəl işlərdə, davamlı işlərdə uğurlar arzulayır. Hər birimizə təşəkkür edirəm. Bu gün rayon icra hakimiyyətinə, o cümlədən Nəsihə müəllimə, Yeni Azərbaycan Partiyasının İsmail rayon təşkilatının rəhbərliyinə, regional Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəhbərliyinə, rayonun təhsil sektoruna, bu tədbirin təşkil olunmasına bizə göstərdikləri köməyə görə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Əlbəttə, ən böyük əziyyət bugünkü tədbirdə İsmail rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin üzərinə düşüb. Mən Teymur müəllimə, Sahibə xanıma, Aşıq Elmana dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar, böyük əziyyət çəkdilər. Bugün bu tədbirdə hamımız zövq alır. Mən bugün burada Elmlər Akademiyasının, Aşıqlar Birliyinin, o cümlədən Elmlər Akademiyasının, Folklor Institutunun nümayəndələri iştirak edir. Bizim dəyərli alimlərimiz iştirak edir. Onlara təşəkkürümü bildirirəm ki, çox sağ olsunlar, əziyyət çəkdilər. Bizim bu tədbirimizdə iştirak edir. Hər birinizə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çox sağ olun Şəhriyar müəllim. İndi isə yenə də aşıq sənətindən, sözündən söz açmaq üçün sözü İsmail rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi müəllimə veririk. Buyurun Nəsimi müəllim. Hörmətli tədbir iştirakçıları, hörmətli qonaqlarımız, ilk öncə hər birinizi salamlayıram. Digər qıraqdan gələn, Elmlər Akademiyasından gələn nümayəndələrimizi, digər rayonlarımızdan gələn nümayəndələrimizi, rayon icra hakimiyyətinin başçısı cənab Nahid müəllim adından salamlayıram və rayonumuza xoş gəlmisiniz deyirəm. Şəhriyar müəllim çox gözəl sözlər ifadə elədi. Aşıq sənəti haqqında çox geniş danışmaq olar. Bunun tarixi keçmişi 13-14-cü əsrlərdə gedib çıxır. Mən aşıq sənətini bir musiqi mədəniyyəti kimi baxdıqda, həmçinin onu bir siyasi mədəniyyət kimi baxıram. Tarix boyu aşıqlar dövlətin apardığı uğurlu siyasətini öz ifadələrlə, sözlərlə ifa ediblər. Bu da bu aşıq sənətinin böyük bir qüvvə olduğunu göstərən bir peşədir. Həmçinin Ulu Öndərin bizim aşıq sənəti olan milli mənəvi dəyərimiz sayılan aşıq sənətdə verilən qiyməti hər biriniz şahidi olmuşsunuz. Və 2021-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi bütün rayonda, idarə müəssisə təşkilatlarda, bütün mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirildi. Və 2023-cü ildə 30 sentyabr tarixində Aşıq Ələsgərin Bakı şəhərinin mərkəzində mərkəzi parkların birində abidəsi ucaldıldı. Bu da dövlətimizin, dövlət rəhbərliyinin aşıq sənətinə qoyulan bir qiyməti idi. Buna hər biriniz şahidi olmuşsunuz. Mən fürsətdən istifadə edib bu tədbirin keçirilməsində əməyi olan və bu tədbiri İsmail rayonuna, sağlığına görə ilk öncə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə, Şəhriyar müəllim başda siz olmaqla kollektivinizə, həmçinin tədbirin ərsəyə gəlməsində Elman aşığımıza, Aşıq Elmana, digər aşıqlarımıza, Sahibə xanım sizlərə, hər birinizə təşəkkür minnətdarlığımı bildirəm və bu tədbirlərin keçirilməsi gənc nəslinin bu ruhda yetişməsi, milli mənəvi dəyərlərimizə daha da çox qiymət verilməsi üçün bir töhfədir. Və aşıqlarımızdan xahişim odur ki, bundan sonra öz xələflərini, davamçılarını yetişdirsinlər. Bu sənət hər bir zaman yaşamalıdır. Hər birinizə can sağlar sularım, belə tədbirlərdə daim, belə tədbirlərdə görüşək, aşıqlı, sazlı tədbirlərimiz davam eləsin. Çox sağ olun. Çox sağ olun Nəsimi müəllim. İndi isə mən bayaqdan
aşıq sənətinin, ozan sənətinin sizlərə çatdırmaq çabasında göstərən bütün iştirakçılarımızı, bütün aşıqlarımızı, xanəndələrimizi səhnəyə dəvət edirəm. Təbii ki, alqışlarımızla. Daha gürültülü alqışlar. Bəli, hörmətli tədbir iştirakçıları, bununla da Havalansın Şirvan Sazı adlı tədbirimiz sona çatdı. Qoy həmişə havalansın Şirvan Sazı, sönməsin ocağı, kəsilməsin sözünün sorağı. Tədbirdə əməyi keçən hər bir kəsə, İsmail rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşlarına, tərtibatı işlərdə yaxından iştirak etdiyinə görə Sulud Kənd Mədəniyyət Evinə və gələn qonaqlarımıza, hər birinizə sonsuz təşəkkür edirik. Və çox bu tədbirdə zəhmət çəkən Teymur Əziz, bir ürəkdən alqışlayan zəhmət çəkmələrimizi. Təşəkkürlər yalan sabırlar olasınız. Və hər birinizi maç quc edirəm. Esmə xanım gözəl aparıcıdır, bir Esmə xanım üçün də gözəl bir alış gəlsin. Çox sağ olun. Mənim sevimli aşıq qardaşım, Ağa Murad. Ne oldu alkışlarınız? Bəli, öpürəm, öpüyorum. Görün bura kimlər gəlir, görün bura kimlər gəlir. Gəlin qardaşlar, əzizlərimiz, getməyin, bir alkış gəlsin. Bir bizi sevindirin, biz qonaqlar görsün ki siz... Mümkün değil, o mümkün değil. Sahibə xanıma bir alqış. Ay çok sağ ol, Seyfettin Bey buyurun. Gəlin. Qəşəng bir şəşi bizimlə kim şəşi sevməzliyi gəlsin. Tahir müəllim. Aslanov. Qalsın da hələ hə. Lətifə müəllim hardadır? Ama koşup istenmez. Kaşar şaşırlar şaşırmaz. Anar icazə verəm. Baxalım bir dənə necə. Anar onu da götür zəhmət olmasa Anar. Düşür, hamısı düşür. Bir dənə baxalım bura zəhmət olmasa. Baxalım. Təşəkkür edirəm. Gəlin tək-tək çəkək.